Sızdı, neçə oxuyursan? Mən oxumuram. Ümumiyyətlə dərsə getməm. Neçən sinifdən çıxmısan? 3-dən çıxdım. Dərsə getsən neçədə oxuyacaqdın? Neçə yaşın var sənin? 14. Hə, Zəhranın 14 yaşı var. Az yaşlıdırlar, qardaşı da. Sən də gəl yanıma. Bunlara evlə təmin ediblər, sağ olsunlar. Yenə də deyirəm. Sadəcə olaraq maman xadimə işləyir, düzdür? Maman xadimə işləyir, düzdür? Mağazaya borcunuz var. Sən mağazaya gedirsən nəsə istəməyə heç? Hə. Hal-hazırda borcunuz olduğuna görə heç nə verilmir. Yaxşı. Sən gedək mağazaya dəyə gələrdə. Sən nəsə istəyirsən? Velosipedin var sənin? Sənin bir dənə velosiped məndən hədiyyə. Bir dənə velosiped alaq sənə. Xoşuna gələr? Yaxşı. Nə? Yəni səhər getdim dükana da borcumuz var. Səhər getdim çörək almağa vermədi. Dedi ki, dükana borcum çoxdur, verə bilmərəm. Yəni qupquru çörək var orada qabın içində, gəlib özünüzə baxa bilərsiniz. Çörək bax budur. Qupquru çörək. Dükana getdik, vermədi. Vəziyyəti hal-hazırda pisdir. Ev şəraitini sağ olsunlar, qardaşlar təmin edib, Xaqocan qardaşımız paylaşıb, bir nəfər çıxıb bunlara ev verib. Yəni xanım özü indi bu dəqiqə işləyir. Sadəcə çatdıra bilmədiyin dedi, məni də çağırdı. Ətraflı özün deyərsən də, nə işləyirsən, neçə işləyirsən? 100 manata işləyirəm də, maaşım 100 manatdır. 100 manata nə işləyirsən? Xadimə gəlib süpürürəm, 5 manat, 3 manat verirlər mənə, bax belə. Allah hamd olsun. Hə. Yəni vəziyyətim budur. Çatdıra bilmirəm, 2 dənə uşaqdır, baxa bilmirəm. Salamün aleykum. Necəsiz? Bu xanıma kömək eləmisiniz, borc nisiyə vermisiniz də. Mən istəyirəm onu bir dənə bağlayaq da Allah üçün, inşallah. Problem yox. Bir dənə imkan olsa. Nə qədərdir borcları? 74 manat 50 qəpik. 74 manat 50 qəpik borclarıdır. Bir dənə üstündən xətt çəkə bilərik. Üstündən xətt. Başqa nə istəyirsiniz? Götürün, götürün. Ərzaqlarınız yoxdur, ərzaq götürün. Borcunuzsa xətt çək, bunu çıxarsan. Problem yox. Çəkdin? Allah səndən razı olsun. Minnətdaram. Sağ olun. Mən də sizin qulluğunuzdayım. Allah köməyiniz olsun. Bunlar gələndə geri çevirməyin. Mən gəlib həmişə verəcəm, yaxşı? Bəs papan harada sənin? O tutulub. Papan tutulub? Bəli. Yəni mən də sənin böyük qardaşınam da. Yəni nə vaxt nəsə lazım olsa, çətinliyin olsa, kimsə xətrivə dəysə, mənə bir kəlmə də bəsdir. Çox sağ ol. Yaxşı. Başqa nə qulluq? Allah köməyində dursun, ayaqlarınız var olsun işimizin də. Çok sağ olun. Allah var eylesin sizi. Allah kömürünüzde dursun. Hem meşin.